Əgər İçəri şəhərdə baş vermiş insident geniş ictimai müzakirələrə səbəb olub. Əvvəlcə hadisənin gəncin şorti geyinməsi ilə bağlı olduğu bildirilsə də, sonradan münaqişə iştirakçılarından biri qeyd edib ki, əsas məsələ geyimlə yox, davranışla bağlıdır və istifadə etdiyi təhqiramiz ifadələrə görə üzr istəyib. Müzakirə olunan mövzulardan biri də Sumqayıtda restoranın girişində şortiklə içəri girmək qadağandır lövhəsinin yerləşdirilməsidir. Bununla belə bu, cəmiyyət arasında belə bir sual aktuallaşdırıb. İctimai məkanlarda əsas meyar geyim olmalıdır, yoxsa davranış? Bununla bağlı şəhər sakinləri ilə sorğu keçirdik. Gəlin görək onlar bu barədə nə düşünürlər. İçəri şəhərdə baş verən insidentdən sonra Sumqayıtda bir restoranın qarşısında şortiklə giriş qadağandır yazısının olmasına münasibətiniz necədir? Ümumiyyətlə siz ictimai məkanlarda dress kodun tətbiq olunmasının tərəfdarısınız? Belə deyim də, yəni İçəri şəhərdə açıqlamaya görə, yəni orada dress koddan söhbət getmirdi. Oğlanın özünü aparmaq qabiliyyətindən söhbət gedirdi. Ona görə o hadisə baş verdi, mənlə başa düşdüyümə görə. Amma ümumiyyətlə kimsə onu öz belə deyim, şəhərdə belə hallar olmaz yəqin ki, amma şəhərdən kənarı yerdə, kəndlərdə, rayonlardansa bir o balaca bir qapalı yerdə ola bilər ki, kimsə desin ki, mənim xoşuma gəlmir, yəni belə dress kodla girməsinlər. O da onun şəxsi işidir, yəni baş verə bilər. Yəni şortiklə girişin qadağan olunması sizin üçün normaldır? Bəli, normaldır. Yəni ki, bizim adət-ənənəmiz var da. Yəni biz mənliyimizi, adət-ənənəmizi itirməməliyik. Və siz şortiklə şəhərdə gəzsəz və bir anda bir kimsə sizə yaxınlaşıb şortika görə sizi təhqir etsə, buna münasibətiniz necə olar? Təhqiri qəbul eləmərəm, amma mən özüm də şortik geyinmərəm də. Əlbəttə ki, davranış, geyim, yəni belə deyək də, əxlaq geyimlə ölçülmür ümumiyyətlə. Ona görə də davranış əsas götürülməlidir məncə. Yəni şortik geyinməyin nə şey var? Mən pis baxmıram. Özüm geyinmərəm, amma yenə də pis baxmıram da yəni. Yəni əslində heç kimin belə deyək də, konstitusiyada var ki, yəni təhqir eləmək özü bir məsuliyyət daşıyır ona görə. Yəni onu da yəni hüquq mühafizə orqanları ilə ancaq yəni elə. Çünki mən bu günləri kimsə səviyyəsinə düşmə məsələsi var da. Ona görə də ancaq hüquq mühafizə orqanlarına müraciət edirəm ki, yəni təhqir eləyib, sonra da verirəm məhkəməyə bir mənəvi təzminatla. Təbii ki də yox. Buna neqativ baxıram. Çünki insanların geyimləri mövzu olmalı deyil məncə bu dövrdə. Heç davranışları da yəni düşünmürəm ki, əgər ictimai bir mühitdə insanları, başqa insanları narahat edən bir davranış yoxdursa, heç bu da qısıtlanmamalıdır. İnsanlar olduğu kimi olmalıdır və biz də toplum olaraq məncə bunu qəbul eləməliyik. Geyimdə də özgürlük olmalıdır deyə düşünürəm. Yəni istədiyin geyinə bilər. İnsan gərək özü mədəniyyəti başa düşsün ki, mədəni olmaq hər şeydən irəli gəlir. Mən bayaqları dedim sizə, bir dənə məsəl gətirdim. Rusiyadan mən kallistoksuz məni içəriyə restorana qoymadılar. Onu mən sizə dedim. İndi bizdə də biraz fikir vermək lazımdır belə şeyə. Şort ilə geyinməyin öz yeri var. Məsələn, idman formasıyla gezməyin öz yeri var. Niyə görə idman formasını geyinmə cəmaət gedir, idman eləyir? Çünki baxın görürsün, bunu heç kim bir söz deyilməz. Ancaq biz var ki, hələ bir ki, mən qızımla, ailəmlə ya da sən kimsə, adamla, ailəsi ilə gedib, bu da şort ilə gəlir, oturub qabağında oynayıb, belə şeylər, o düzgün şeydir. O bizdə adam, o Avropada, məsələn, Avropada, xaricdə, ona məsələn pis baxır. Bizdə Azərbaycanda o mentalitimizə uyğun deyil o qızım. Mənə elə gəlir ki, yox. Hər insanın azad, belə deyək də, azadlığı var. Hər insan özü bilir nə geyinər. Bizə Allah azadlıq verib. İnsanlar kimdir ki, bizdən o azadlığı alsın. Amma təbii ki, hər şey, yəni, belə də bir çərçivədə olmalıdır da. Yəni, həm də ki, insan qərar verəndə insanların digər fikirlərini də düşünməlidir ki, yəni özünə qarşı düzgün belə deyək rəftar tələb etsin onun geyindiyi. Amma belə nə istəyir geyinə bilər təbii ki. Birincisi əslində mən heç vaxt belə bir şeyə yol vermərəm. Təbii ki, çalışaram ki, belə bir şey olmasın. Amma kimsə etsə, mən şəxsən heç nə deməyib, sadəcə nausikamda gedib musiqimə qulaq asa gedərəm.